Yazdım, nerede? Aa, gülüm sensin. Tanımadım Tanımadım sen, necə değişmişsən. Dövlətli olacaqsan. Dövlətli olacaqsa, dövlətli idi də. Danışırsan orada, maşallah. Azız kasıb müəllim ailəsi görmürsən. Demə də, canına sən. Həmid necədir? Yenə müəllimlik eləyir ha. Az yazıq Həmidin əlinə başqa nə iş gəlir ki? Müəllimlə elə neyniyəcək Həmid? Demədim. Siz necəsiz? Bizə nə olur? Bizi də. Səlimin bir balaca mağazası var, özün bilirsən də. Şükür Allah, pis dolanmır. Lap yaxşı. Nə tərəfə gelsən? Burası, asılıq deyil. Hə, gedeyim mən də o tərəfə gedirəm. Gəl, az gəl. Biz ilə iş adamı. Səhər açılır məktəb, axşam gəl evdə şagirdlərin inşalarını yoxlar. Səhər yenə də məktəb. Və sizə nə olub? Siz niyə gəlmirdiniz? Gülü deyirsən də. Az bir vaxt tapmıram, gedim mamaya baş çəkeyim. Demə, mənə demirsən. Keçən Novruz mama gildən çıxanam. Telefon zəhrimarı da kəsiblər. Tez-tez qabaq telefon işləyəndə zəng eləyirdim, bir hal-əhval tuturdu mama ilə. Ona da bir dünya borcumuz var, elə deyə görə. Səlimə deməkdən dilim tük gətirib ki, məni bir mama gilə apar. Mamanın adı gələndə elə bir kişinin başına iki bir daş salır. Həmidə demirsən. Atalar yaxşı deyib də, kürəkən, küləkər. Demə. Kürəkənlərdə gətirmədim mamanın bəxti. Az bəxtidir. Yadıma qonşumuz bəxtiyar düşdü. Niyə, nə olur? 3 gündür yazıq kişini reketlər girov aparıblar. Hə, arvadından çoxlu pul istəyirlər. Dünən arvadını da apardılar dəlixanıya. Ay yazıq. Yəqin pulları yoxdur da. Ona görə dəvə Puluna nə gəlir? Hə? Az pulu var, versin əlini qutarsın da. O da elə pul verməyin dərdindən özünü dəlliyə vurub da. Ay qız, bunun biz pulu var, versin əlini qutarsın da gürovludan. Öldürərlər ki, reketləri bunu. Hələ o da onu istəyir də. Allah görsətməsin. Bizim kişilərə belə arvad lazımdır Bax, deyə. onu düz deyirsən. Demə, ay qız. Bu reketlər nasıl? Bunlar heç bir ölçü zat da götürən yoxdur. Buyur. Kim qız? Birdən reketdən zatdan olar ha. Gəl az, gəl, çıxaq aradan, gəl. Hadi, maşınımız gəldi. Hə, gəl. Ana belə də iş olar, ay başıma dönüm. Ticarətdə iş getmir də, getmir. Axır vaxtlar heç bir şey, geri işləyirəm. Qazanc yoxdur, ha, belə də dərd olar, ay başıma dönüm. Belə də dərd olar. Ay, necə də olsun, bax. Bir məhəllədə olar 3 mağazin, 5 mağazin, 65 dənə mağazin olar. Şəhərdə padval qalmayıb, cirzəmi qalmayıb, hamısını təmizləyiblər, eləyiblər, mini market. Sıçanlar yazıqlar, qalıblar avara, didərgin düşüblər yuvalarından. Deyilənlərə görə güya hamı hücum edeyim metrova. Gündədir ki 1 kilometr, maşallah olsun, kabel çeynəyirlər. 2 gündən bir də ki metronun işıqları sönür. Neynəsinlər? Onlar da bizdən belə intiqam alır da. Yazıqlar neynəsinlər? Siçol dedim, arvad yadıma düşdü. Amma arvad nə qorxucu oldu da. Görüb evdə deyil. Ha hala, zanitdir. Maşallah olsun. Maşallah olsun. Hala belə də dərd olar. Arvad bir günün 24 saatinin 25'ini elə telefonla danışır. Postayan zanit.
Salam veresin. Anam, sərdim toyunları soymanı. Görmürsən məni, hayır. Öyle söyle. Hoş olsun. Tamam. Ne haber? O kadar haber var ki. Ha. Bilmirəm hansından deyir. En vacibisinden. Hə? Mahmud faize pul götürür. Suraku büyün kurtarır. Qaytarmasa öldürəcəklər. Öldüreceğler. Bəli. Əcib edəcəklər. Ya ölməyi köpək olmuşlar. 3 dəfə türmədən tutarmışam onu. Sonra. Ağa Kərimin Hı. Mercedesini oğurladılar. Oğladılar. Əcib elədilər. Öyle. 1 milyon pul var əcləfin. Deyilən $1 xərclə. Ay xərclədi ya. Sonra. Sonra İsmail'i arvadı eve bırakmır. Niyə? Ona göre ki Hı. arvad gece haber tut ki kişinin eyninde arvat tumanı var. Nə var? Arvat tumanı. Maraqlıdır. Öz tumanı hanı itirik. İsmail gece Lubovniçasının yanında olur. Kapı döyülür. Tələsi səhv giyib də. Neynəsin? Yazıq. Vay 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 Səhv vay. giyib, hə? Buna dart. İyi. Ne diyeyim kulaklar bir. Ha, doğru ama. Yıraq olsun. Allah göstermesin. Sonra. Sonra. Şehirde erkekler peyda olup bir kişini oğurlayıblar. Ha. Küllü miktarda pul isterler. Pulun derdinden arvad özünü vurup dəlliyə. Sırrafı sana. Bunları bayağıdan belə başlamaq lazımdır. Kes otur. Səhərdən başlamışam. Kim kimin başını oğladı, kim kimin tumanını değiştirdi. Ama bundan başlamaq lazımdır. Erkeklərin izinə düşmək lazımdır. Bildin? Sən cəmaatın arasında olursan. Bəli. Öğren gör. Kimlə danışır. Bəli. O özünü dəlliyə vuran o pullu arvadına Ahmet oldu. Biliyor? Bildim. Gel bir. Çok sağ ol. İleri. Şəhərimizin gözəli. Yaxşı. Mən getdim. Nuş. Kim bu güzel? Söyleyin kim bu güzel? Salam aleyküm. Ay aleykümselam, hoş gelmişsen. Yallah yallah. Necəsiz? Siz itirib axtaran pistöyük. Ne var mı? İş gelir ki, sen özün bilirsən ki, mənim meşə vaxtında ne lazımdır, çatdırıram da. Yoxun üzü qara olsun. Bomboş dükkandır, pul yoxdur da. Pul yoxdur. He. Maşallah malların ki var. Mal? Mal deyil. Ne mal? Ha, mal var. Hı? Mal var. Yaxşı da mal var. Ona mal ver də. Mal ver. Verdim de sakız çekmişler de. Hə, yaxşı. Saqqız. Saqqızla pul verin. Ay, bir olcu verim Türk şahı. Hər şey yaxşı sən də ki oğlansan. Uşaqların anasının ad günüdür. Sabah. Balaca pis oldu gör nə edirsən. Bunlar hazırla gəlir hazır. Arxın. Bir saata gəlir. Oldu. 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 Özünə nə var nə? Yaxşı, sağ ol. Hə. Sağ ol.
Vay 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 bu duva. Bunun arası balacadır. Ay maşallah o duva. O duva 20 kilo düğü, 10 kilo yağ, toyuq 10 dana. Bu ne danışır? Da kişmiş, şabalık, balık, et. Ne et? Burada et var. Mən indi gedim buna et. Mənə deyən lazım, ay zalim oğlu. Ver bunun haqqını çıxsın geçsin də. Ha, belə də dərd olar, sən olursun. O gəlir ver, bu gəlir ver. Pajarni gedir, sanıpstansiya gəlir. Milis gəlir, uçaskov gəlir. O da bu nədir? Pastavoy da gəlir deyir verginə. Ad olub ki, bura mənim şəxsi tükanımdır. Mənə deyən lazım, axı, neyva lazım idi. Hə? Bunun harası şəxsidir? Ona ver, bunlar ver. Bu ki opşılığa duayı başına dönüb. Səlim, dayan. Boy bacana. Ay, nə yaxşı ki, buradasan, ey. Ne olub ki? İşlər şululdur. Necə şunu? Ala, bunu saxla gör. Bax, hara qoydun, ala? Hə, bir də, ala. Yox, bu yox, Nədir? bu yox, bu yox, bu də. Al, oxuy. Al, oxuy. Sözün nə daxil? Sən də həmişə low xəbərsən. Əgər bu gecə saat 12-də köhnə qəbirstanlığa gəlib 13-cü qəbrin altına 10.000 $10.000 10.000 dollar. qoymasanız istəylik qaynananızın üzünü bir daha görməyəcəksiniz. Mən də o baxtan dedi ki ya qaynananın üzünü görməyəcəksiniz. Ay, ardın oxu ya, ardın oxu. Nə yazıblar? Polisə xəbər versəniz, özünüzdən küsün. Özünüzdən küsün. Kimsə səninlə zarafat edib. Ya. Müəllimlərdən birindi Ha, zarafat. mən də elə bilirdim də zarafat eləyib. Telefon zəng elədim onlara, telefon dəstəyini götürən olmadı. Amma məndə şübhə oyatdı. Tez getdim onları, qapını itələyirəm, qapı bağlı, döyürəm, aşan yoxdur. Qonşulardan soruşuram, gördüm deyən olmadı. Dedim bəlkə evdədir, ürəyi gedib yıxılıb yerə də yazıq. Qonşunun balkonuna asta birdən keçmişəm, mətbəxin pəncərəsindən baxıram, evdə heç kim yoxdur. Gəldim sənə xəbər eləməyə. Ay bu Qaca arvadı da. Yağın çıxıb hava udmağa. Gezmə. Harda olsa gələcək. Gəl bir gəz- çay nə dəmləyim gəz- sənə. Gedək çay dəmləyim. Gəl. gül ilə nazca yer qalmayıb, axtarmasınlar, heç yerdə yoxdur. Az istəmirlər. $10.000. Görəsən bu oyunu kim qurub? Ay, nə oyun, nə oyun? Deyirlər şəhərdə reketlər var. Gündə bir uşaq oğrayıb, böyük məbləğdə pul istəyirlər. Hələ uşaq da, da 80 yaşında qoca arvad yox ki, sən də. Sən görəsən işə baxır. Xalqın qaynanasını Əzrail aparır. Bizimkinin reket. Amma Əzrail aparsaydı sənə. 3-ü, 7-si, 40-ı. Və salam şüttama. Əcəb, nə salam şüt tamam. Ay, bir dünya xərc eləyir. Mənə bax, ürəyimi çıxmaz. Sən ölürsən. Əgər qaynana bizimdir, biz yaxşı tanıyırıq qaynanamızı. Sən arxayın ola bilərsən. Reketlər özləri zəng eləyəcəklər ki, gəlin aparın 10.000 də pulu verin. Ay, sən hər şeyi zarafata salırsan. Ay qardaş, fikirləş görək neyniyək? Neyniyək? Hə. Gedək çay içək. Gəl. Gəl. Səlim, bu məktubu oxumusan? Can Səlim, Naza oxumuşam. Hamısı cəfəngiyatdır. Hər yeri axtarmışıq, heç yerdə yoxdur. Ay, Anladınız apardı. Reybet yatıp sağ olsa gidip koymaz. Yaxşı. Bir diyanın görəm fikirləşə görək neyniyək də. Vaxtında aparsaydı gör yanında canımız dincələrdi. Bacana. Mənə elə gəlir ki, hardansa $10.000 tapıb vermək lazımdır. Düz deyirsən. Hardan da olsa da $10.000 tapmaq lazımdır. Hardan tapırsınız $10.000? $10.000, 10.000 manat deyil.
Nə? Çataq. Götürün mənim qızıllarımı, çataq bunları. Vay atonla bunun bizim kızılları. Ay niye? məlim arvadı. Ona Ha. 200-300 dollar heç verməzlər. Bəlkə 10 mindən söhbət gedir. Yox, mənə bax polisə xəbər vermək lazım. Yok. Polise yok. Nəçin? Mektupta yazılır ki polise haber verirseniz bir daha ananızı sağ görmeyeceğiz. Həmin. Deyirəm bəlkə evimizi sataq, hə? Hə, 10 Ha, dollar düz- verməzlər evimizə. Düzdür. Sizin uçuq tomoğuza hardasa bir 100 min dollar Yaxşı da verərlər. sən deyirsən. Bəs onda nə yeyir? Demək bir dilə. Ha. Saat neçə olar görəsən? Saat neçədir? Deyə uca 12-nin yarımı 12-nin. 12 saat qalıb, 12 saata kimin nəyin bahasına olursa olsun bunu tapmaq lazımdır. Yaxşı da Yoxsa gülə. alam başına. Gülə. Gülə. Bəs də ağlama da gülə. Nə də gülə. Ağlıma bir fikir geldi bak. Ne? Deyirəm satar da elə bu mağazanı. Satan- He, onsuz da gelir zadı yoktu. Ne danışsan? He. Ağlıma gelen danışda ömründe bir defa ağlını sen Aa, danışacaksan. dedim ki ben. Ben güç balığıyla pulu yığıp bir tane mağaza almışam. Bir tane. Halkın 4-5 tane var bende bir tane. İstiyorsa onu da satırım. Anamızı koyak reketlerin elinde. Sizin anınızın harda olsa tapacaklar arkaya ol. O reketleri ben yaxşı tanıyıram. Özleri yalvaracaklar ki gelin aparın. Ay ay. Ben kaynanamı bilirəm də. Pulu verməsək bilirsən, kilolarda Oyu görməmişsin. kəsilirlər ha. Reketlər nə oynatacaqlar baba başına? Yaxşı da heç nə olmaz. Sən Şşş! arama. Sonra kimse girdi sakin. Sakin. Müşteri zaten var. Yapıyor. Selamünaleyküm. Selamünaleyküm. Kibritiniz var. Kibrit? Ne kibrit? Ha, kibrit. Kibriti neyinirsin? Sigaretim var. Kibritim yoktu. Yandıran. Sen hele kibritsiz de yandırırsan. Hamsını eşittin. Hamsını. Sen hardan geldin çıktın? O benim kısmetimdi. Allah başıma döye getirip salıp senin dükkanına. Allah senin başıma döymeye əvəzinə yekə bir daş salaydı, qalaydın altında. Onda yaxşı olardı. O kişinin işine karışma. Sen kaynanağın derdini çek. Sen bilən bu kimin işi ola bilər? Şehirde reyketler var. Hey. Kaynanam yaxşı arvad idi. İdi? Necə yəni idi? İdi niyə? Sen bu boyda dükkanı satıp 10.000 dollar vermezsen. Vay. Her şey düzeldi. Ay ben bunu yaxşı tanıyıram. Gedib polisə xəbər verəcəm. Allah. Karsan. Korsan. Heç nə eşitməmişsən. Qoy cüvbə xərclə. Karam. Amma kör deyiləm. Yaxşı ala, kör yolçu. Hə. Evi. İndi köram. Hə. Bu başqa məsələ. Yaxşı, ye. Niye ona pul verdin ha? Verdim ki ağzını yumum. Yaxşı elədi. Mən o Yaxşı, mağazanı satırsan yoksa. Əşi mən heç də satmıram. Mən çəkin məndən. Sən olsan dəli eləyəcəklər məni. Anamı xilas etməsiniz, ev içində bir yavru olacaq. ağlama, Xəbəriniz var. Gülə. Allah eləməm. Anamın başından bir tükəsi olsa ya. Kum kardeşin üstüne necə bakın Ay, ya. şimdi gel. Əşi sən də danış lan. Müəllim sana ağzını su almışam. Danış lan. mən Ha. Oğlum mən bilən satsam pis olmaz. Buna bax, sən onu çək. Arvadı reketlərin əlindən qutarar. Ha. Sonra görə nə edirik də. Ala, bu da müəllim. Satmıram tutar diye. Bəli, nənəm. Eşidirəm. Gedirdim, elə yaxşı oldu. Siyahını verdim də, vermişəm mağazaya.
Hə. Nə əlavə edeyim? Yumurta. Yaxşı. Bunu yazayım da bunu da. O birisi siyahını vermişəm Bazarkoma. Ora nə əlavə edeyim? Qoz. Yaxşı. Yaxşı da oldu əlavə edəyəm. Yaxşı. Sən də qozsuz qalır. Biz görmüşük kişilər qoz yiyər. Bizim ağıl gündə 1 kilo qoz yiyir. Əlavə yumurta, 7 dənə qoz, 1 kilo. Yəni, yaddaş da qalmır. Hər il bu arvadın ad günü gələndə o dünyanı görüb gəlirəm. Sen o dünyada ne işin var? Ne var bu dünyada var? Gəlmisən? Gəl görüm nə xəbərlə gəlmisən. Nə oldu? Bir görəbildin? Xəbər nə xəbər? Reketlərin izinə düşmüşəm. Malades. Bax, bu başqa məsələ. Digərsin. Deməli, səndən tapşırıq alan kimi özüm verdim restoranlara, çayxanlara. Elə Səlimin dükanının yanına keçirdim ki, gördüm səs-küy var. Verdim özüm qabağa. Səlimin dükanında 2 qadın bir şüvənliyi qoparır. Bir şüvənliyi Mətləbə keç, mətləbə. Odur ki, toxudum özümü içəri də. Sən demə, Səlimin qaynanasını reketlər gürov götürür. $10.000 pul istəyirlər. $10.000? Bəli. Onda belə çıxır ki, Səlim bu tezliklə bizə müraciət edəcək. Hə? Çətin. Məktubda yazılıb ki, polisə xəbər versəz, qaynananızı sağ görməyəcəksiniz. Sağ görməyəcəksiniz. Qaynananızı sağ görməyəcəksiniz. Belədir. Yaxşı. Demələ görüm, bunlar pulu harda və nə vaxt reketlərə verəcəklər? Gecə saat 12-də köynə qəbristanlıqda. Köhnə qəbristanlıqda gecə saat 12-də? Aha. Ha. Birdən $10.000 düzəlmədi. Onda necə olacaq? Ha? Onda qəbristanlığa gecə yox, gündüz gedəcəklər. Gündüz niyə? Qaynanalarını dəfn eləməyə. Bax. Mənim sahəmdə ölüm hadisəsi, mən buna heç cürə razı olan bərəm. Bir şey fikirləşmək lazımdır. Sənin fikrincə, sən istəyirsən ki, ya mən mağazanı satayım, qoşulum, buna 2 bacanaq acından ölək. Acından niyə ölürük? Acından niyə ölür? Müəllim babayıq da, nə qədər verirlər o qədər yeyirik. Müəllim baba, müəllim. Mən mağazanı satmıram vəssalam. Satmazsan da, əlbəttə satmazsan. Reketlərin əlində sənin anan deyil ki, mənim anamdır da. Yadındadır? Keçən ili bacın oğlu əlləyyaqlı gedirdi ya. Qızıllarımı qoydun gürov, faizə pul götürdün. Yadındadır? Yadımdadır. Yazıq bacım oğlu pulları qaytardı da artıqlanması ilə. Yadındadır? Ziyan eləmədik ki. Səlim bax, görürəm, xoşluqla mağazanı satan deyilsən. Budur sənə deyirəm Səlim. Əgər mağazanı satmasan, od vurub yandıracağım bu mağazanı. Mən sözümü dedim. Nazulya. Bu gece ben özüm gideceğim qəbristanlığa. Bu hareketten beni gürov götürsünler. Anamı bıraksınlar. Gülə! Deyən gülə!
Abi bizdə doğrudan girov götürərlər ya. Atır aşağı səndən, müəllimsən, ağıllı danış. Müəllimləri girov götürmür reketlər. Arxayın ola bilər. Sən də zarafat eləməyə vaxt tapmısan. Sən olursan belə şey olar. Ala buranla baxın çıxardıblar. İllərlə, aylarla bilmirlər ki, anaları ne yiyir, nədir, hindi ana canlı olublar. Sən bunları tanımırsan. Didiklərini eləyəndilər. Sən də qoşulmusan onlara, mənə xox gəlirsən. Amma öyle. Ha? Mən mağazanı satmıram və salam. Xoş gəldin. Ha? Ged arvadı onu dalayacaq. Biz elə eləməliyik ki, sənin mağazasını tez satın, 10.000 dolları gətirsin köhnə qəbristanlıqda versin reketlərə. Başa düşmədim. Düşmədin, başa düşmək üçün baş lazımdır. Baş. Biz onda 10.000 dolları da əldə edərik. Səlimin qaynanasını da. Bəs reketlər? Reketlər indi bizə çox elə vacib deyil. Biz onsuz da reketlərdən istifadə edəcəyik. Əla fikirdir. Gördün? İndi sən verirsən. Gedirsən, gözdən bağlı olsun. Eşitsən, Səlimin mağazasına. Onu qızışdırırsan ki, mağazasını tez satsın. Başa elə ki, mağazasını satdı, tez mənə xəbər verirsən. Başdır. Başdır. İrəli! Şəhərimizin gözəli. Alo. Alo. Sakit. Gələn yoxdur. Saat 11'den buradayım. Hiç kim yoktu. Ha? Sən dəqiq bilirsən ki, Səlim mağazanı satıb, Elbette. Mənə inanmırsan? İnciyərəm səndən. yaxşı, incimək vaxtı deyil. Deməli, Səlim mağazanı satdı. Sattı yok. Sattırdılar. Arvad, böyük qüvvədir. Özü də Səlimin arvadı. Böyük qüvvədir. 25 at gücündə. Yaxşı qutar. Əməliyyata başlayırıq. Bizim neyimizə lazımdır, kimin arvadı neçə at qüvvəsindədir. Deməli belə, əməliyyatı şərti olaraq belə adlandırıram. Qaynana əməliyyatı. Qaynana əməliyyatı. Sən gizlənirsən qəbirlərin arasında. Bəli. Bildin? Fatihəni verməyi də unutma, Fatihə ver. Mən ateistəm. Ateistsən? Bəli. Ne oldu? Allahsız olsan da gərək Fatihəni bilməlisən. Adət ənənəyə görə. Gözləyirsən oradan. Elə ki pulu qoydular 13-cü qəbrin altına. Hərflər gedən kimi pulu götürüb aradan çıxırsan. Bildin? Mənlə də daimi Ratçı ilə əlaqə satmışsan. Unutma. Başdır. Sən qəbirstanlıqdan qorxmursan ki? Yox. Qorxmuram. Tək pul olsun.
atamın yolu için laf ölüyle bir qəbirdə yataram. Malades. Hoşum geldi senden. Sağ ol. Profesyonel agentsen. Büyük şairimiz burada çok güzel Evet. değil. Kamil agent olsa da insan yaxşıdır yarımçıq polisçilikdən. Hə? Çok güzel diyeyim. Profesyonel olmaq lazımdır. Profesyonel. Elə ki, reyketlər səni görməsinlər. Reyketlər bilsələr ki, pulu sən aparmısan, sabah sənin özü günah apararlar. Dedin? Reis, sən də yaman professionalsın, Görək də, görək iki profesional nə qayracaq. Yaxşı, əməliyyat qabağı saatlarımız yoxdur, Yox. 23, 45. 23, 45. İrəli, Allah köməyin olsun. Və heç açdım. Siz ateistlər neyə inanırsınız? Heç nəyə. Komünist partiyası ləğv olunandan sonra qalmışıq avara. Vay, 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 vay. Dinin yox, Bəli, partiyan yox, bəli, yox, yox, bəli, yox. bəli. Sənin işin çətindir. Neysə, keçib daha. İrəli, şəhərimizin gözəli. Yoxsan gəlirlər. Görəsən Səlim gilə gedib çatdılar. Hindilərdə çatarlar. Hava da yaman soğukdur. Həmid də plaşsız. Ulaşsız niyə? Ulaşı yoxdur. İyi, ay bacı. Birini bilirsən, birini yox. Vay öldü. Bu qəbirstanlığın yolu nə uzunmuş. Ay yox, öz ayağınla gələndə uzundur. Elə ki səni çiyinlərdə gətirirlər, çox qısa görünür. Allah eləməsin. Ağzını xeyirliyaz. Müəllim adamsan, sən elə danışırsan ki, güya sənin özünü 3-4 dəfə buraya getiriblər. Ay yox, ha, sən Yaxşı, az danış, mənə bax. Ala pulu. Ey, Apar, qəbirstanlığın altına danışdığımız kimi. Başa düşdün? Başa düşdüm, Qoy başa qayıt. düşdüm. Başa düşdüm. 13-cü qəbir. yaxşı. Başa düşdün? Mən gecənin bu vaxtı 13-cü qəbri necə tapacağam, hə? Sən saya bilmirsən be ya. Yox, saya bilirəm, Hadi saya yaxşı da bilirəm. birdən 13-ü say, 13-ün altına qoy qayıt. Ha, başa düşdüm. Ha, bildin? Yaxşı, Bura bax. Ürəyim, Tez elə. ürəyim dana yarpağı kimi əsir. Neyin nəsiri sən canım? Ürəyim, Ürəyin nəsiri? qaynanamın yolunda canımdan da keçməyə hazıram. Yaxşı. Bacanaq, Ha. gəl görüşək, bəlkə qayıtmaz. Ya elə demə. Bacanaq elə demə də. Mənim ürəyim kövrəkdir, ağlama. Gülədən müğayət ol, qoymayın, körlük zat çəksin. Nə danışsan, mən bir bazıya gücdən baxıram, iki bazıya eləcə baxıram. Qaydarsın inşallah, heç şey olmaz. Ölüb eləməzsən. Bura bax, Aha. biraz əməlli ol, ölüb eləyərsən, bir də bura bilirsən haradır. Yox. Köhnə qəbirstanlı. Bax sən- Burada bilirsən metresi neçiyədir. Yox. Sonra mən pullardan tapım sənə bastırır. Mənə bax, əməlli ol. Özü vələ al, Gedim də. sağ salamat Mən gel, gedim də. sağ salamat Yaxşı. gəl. Gedirəm ha. Ada get də. Gedirəm ha. Gel, qorxma, yer. Yaxşı. Sən bax. Mən burada gözləyirəm Ha, səni. burada sən Ha, burada xeyr, qaldın mən ha. burada dayanmışam. Burada qal. Tez elə. Tez gel. Gel da. Sağ salamat. Gel. İnşallah qaynanan gəlib sinəmizdən medal asacaq. Dükan da getdi. Hey! Efendim! Kimsen? Sənsən. Mənəm də Səliməm, tanımadın. Səlim? Hə. Burada ne gezirsən? Hələ burada təmiz hava uduram da, həkimlər deyib, qəbirstanlıqda təmiz hava udur. Gəlmişəm udur. Burada temiz hava. Olur ha, Olur. qəbirstanlıqda ha. Təmiz də, gecələr təmiz olur. Təmiz olur, havalar. Hə. Səndən nə əcəb?
əməliyyat aparırıq. Əməliyyat. Çox təhlükəli bir canını axtarırıq. Ha. Görməmisən buralarda bir adamlar. Yo, görüb Ha? eləməm. Uğurlu olsun, uğurlu. Yəqin ki, məni axtarmırsan. Əlbəttə. Ay, Bu sağ nə ol. sözdür? Çox Bu sağ nə ol. sözdür? Uğurlu olsun. Çox sağ ol. İnşallah taparsınız. Taparıq. Çox sağ ol. Gidək biraz yatalım. Get yat, get yat. Aha. Deməli belə. İşlər pis getmir, əməliyyat davam edir. Aha. Həmid deməli pulları aparıb 13-cü qəbrin yanına, agent də onu orada gözləyir. Əla. Bayquş, bayquş. Mən qartalam. Mən qartalam. Mən qartalam, bayquş, bayquş. Qaynana əməliyyatını başlayıram. Qaynana əməliyyatını başlayıram. Belə də iş olar. Deyəsən agent polisə xəbər verir. Polis də gəlib reketlər tutmaq. Evim yıxıldı. Vay vay. Əgər polis reketləri tutsa, qaynananı geri qaytarmayacaqlar. Qutardı getdi, pul da getdi. İt de getdi, ip de getdi, qaynana da dalayacaq. Saat 12 oldu. Görəsən Həmid pulları 13-cü qəbrin altına qoya bildi. Mənə, oğlum gələ itirməyəm. Nə oldu? Nə nədir? Nə oldu? Ölü apardı. Ne yapardı pulları? Sen ne danıştın ha? Nece pullar yapardı? Ağlı daş görün pullar hani? Pulları apardım koydum qəbrin altına. Kefene bürünmüş. Ölü apardı. Ana ölü yani kefene ölü bürünler de pulları yapardı diyeceğim. Sen ne danıştın ha? Neciyen öyle yapardı? Öyle şey olabilir ki öyle yaparsın. Ya olabilmez. Pulları hara gitti? Ölü. Ne ölü? Vay. Apardı. Önümüz yıkıldı. Önümüz yıkıldı. Pullar getse hiçbir şey. Kaynana geri kaydırmayacak. Vay 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 senin. Eyvallah diyecek. Bu işin ahırı nece olacak? Ay. Siz gelin. Gelen var. Gelen var. Gelen var. Gel bir yana. Gelen var. Gel bir yana. Korkma, korkma. Pullar necə oldu? Lan ne öldüyse, dilem necə oldu pullar? Ölü yapardı. Kim? Ölü. Adam necə öyle apardı da öyle pul aparar. Dilem pullar necə oldu? Tez elə. Həmid pulları koydu 13-cü qəbrin altına. Ha. Gitti cumdum. Qəbrə gəlib pulu götürəndə gördüm başımın üstündə ölü kəfəndə diye. Sonra necə oldu? Sonra kaçtım korkudan. Ana! Profesyonel! Profesyonel! O ölü değildi. Reyket idi, reyket. Reyket. Maymağın biri maymaq. Dur ayağa. Pulları 10.000 doları reyket apardı. 10.000 dolar. Tez elə daha sen o yana. Mən də bu yana. Onları mühasirə ilə tez tutmalar. Tez dayı. Maymağın biri maymaq. Eşittin? Pulları reyketler apardı. Kefendeki reket imiş. Ha reyketlermiş. Reketler yəqin qaynanamızı bırakarlar. Elbette reyketler kişi adamdı. Dedi kurtardı gitti. Bırakacaklar. Eller yukarı. Allah yukarı. Eller yukarı. Yukarı da yukarı benim de tanımadın beni. Tanıdım. Selim sen. Selim ama. Tanıdım. Selim sen. Bilirəm. Hava uduram da bacanağımdı tanışam. Bacanağındır. Akşamınız xeyir olsun. Bəli. Bacanağımdı da tanışam. Eller yukarı, eller yukarı. Düşün qabağıma. Bayıl türməsinin havası buradan da təmiz olacaq. Türmene de da. Mən şikayət edeceğim. Yaxşı. Ölülərdən dirilərə
Yaxşı, danışma. Yıkılama. Gel gedək. Sizin ixtiyarınız yoktu. Kaldır. Ben hele bakarıq hele. Ne istəmirsən? Maşına. Gözündən gəlsin sənə verdiyim. Maşına. Geç. Ben sizden şikayet edeyim. Ev yok, geç. Hadi geç. Gelin başına. Sənin açıldı ki. Nazlan. Ay Naz. Naz. Yatıb ki. Mənim gözümə səhərdən 1 qram yuxu getmir. Bu başını atıb yatıb. Naz. Ay qız. Gəldilər. Ay hay. Gəlsəydilər nə dərdin var idi? Ne danışırsan? Hələ gəlməyiblər. Ay balam səhər açıldı, bəs bunlar harda qaldılar? Nə bilim. Bacı. Deyirəm. Birdən reketlər bunları da güro götürər. Dilin yanmasın sənin elə. Bu sənin ağlına hardan gəldi? Anamız getmişdi, indi əllərimiz də getsə neyniyərik? Ay bala bu qəbirstanlığa gedib gəlmək nə qədər çəkərik? Gərək tək buraxmayaq bunları. Deyirəm birdən qəbirstanlıqda qorxub eləyərlər. Gecələr qəbirstanlıq yaman vahimalı olur. Deyir qonşumuz Fərzalı kişi. Dağ boyda kişi idi. Qəbirstanlığın yanından gedəndə bir dənə səs eşidir. 3 günün içində buz kimi ərdi, kişi yox oldu. Dilin yanmasın sənin elə. Xeyir söyləməzə dedilər, bir xeyir danış. Dedi gedər, gəlməz. Bizimkilərdə İraq. İraq olsun. Ulaqlara qurmuşum. Həmin arxayla. Onu dərmanın bu başından ölü bıraxsan, o biri başından diri çıxar. Sənin sözündən belə çıxır ki, Səlim qorxaqdır. Səlim 10 həmid kimisini çaya susuz aparıb, susuz gətirər. Yaxşı. İndi ki bunların biri kör oğlu, biri qaçaq nəbisə, bəs harada qaldılar? Nə bilim? Deyirəm ay qız. Bəlkə heç bunlar gedib qəbirstanlığa çatmayıblar, hə? Yolda elə bunların başlarını əkiblər, pullarını da kəllərindən alıblar. Biz də oturmuşuq burada onların yolunu gözləyirik. Elə sən deyən. Bunların başında bir iş var. Görürsən? Ağzında 10.000 dollar pul deyirsən. Hindi 100 dollara görə adam başı 1000 dolar açırlar. Deyirəm daha keçib. Gəl gedək polisə. Qaynana yolunda kefizləydi, gecə səhərəcən qalan canımız var. Səlim, görəsən reketlər qaynanamızı bıraktılar. Hala bırakarlar, onlar sözlerinde düzgün adam değil. Sen onu fikirleş ki bunların elinden, polisin elinden necə yaxamızı tutar. Gəlir. Bizi burada saxlamağa olan ixtiyarı yoxdur. Hala xoruzdanma. 10.000 dolar çıxıb əllərindən, ne düşüb saat bizə sırıyarlar. Gelin görün de. Gəlin. Necəsiz? Necə olacaq? Siz soruşan yaxşı. Səlim, gəl əyri oturaq düz danışaq. Sən məni neçə ildir tanıyırsan? Onlar da bir 10 il olar da. Ay sağ ol. Bu 10 ildə sən məndən bir zərər görürsən.
Ha? Yok. Görmemişim. Atam oldu rəhmətlik. İndi mənə de görüm. Bazanağın necə adamdır? Bacanak Bəli, adam da. adamdır da. Mən də bilirəm adamdır da. Mən necəliyini soruşuram. Yaxşı adamdır. Sonra böyük kişi yeri biləndi. Hayat ondan zəhrim. Birinci dəfədir görürəm ki, bazanağı belə tərifləyir. Siz deyə bilərsinizmi harada işləyirsiniz? Orta məktəbdə Əyləş. əmək müəllimi. Əmək insanı uzatır. Gecə vaxtı qəbristanlığa, təmiz hava bulmağa getməliniz. Filən, beşməşən. Bunlar hamısı nağıldır, nağıl. Həmid müəllim, Bəli. siz bir əmək müəllim kimi mənim sualıma cavab verin. Siz deyin görək, qəbristanlıqda ölü dirilə bilərmi? Ha? Yox. Əlbəttə yox. Yaxşı. Bəs onda necə olur ki, siz pulu qəbrin altına qoyanda ölü qəbirdən dirilib xortlayıb çıxır? Ha? Bəli, bəli, bəli. Bizim hamısından xəbərimiz var. Ölülər nə vaxtdan bu dünyaya dollar üçün təşrif gətiriblər? Ha? Nə bilim. Mən bunları qoydum qəbrin üstünə, gördüm kəfənə bürünmüş ölü düz üstümə gəlir. Yaxşı, sakin. Gəlin. Sakin. Gəlin ölüləri rahat bıraxaq. Allah onlara rəhmət eləsin. Yatın yerlərini inciməsin. Onlara neyin ki olurlar? Heç manat da lazım deyil. Onlar artıq o dünyada çoxdandan çek sistemini keçiblər. Bunlar buradaymış hayır. Dedim bunlar. Şükür Allah'a sağ salamat olsun. Amin. Ne oldu? Nece oldu? Necə oldu? 13. geldi. Dolla. Ana. Nece oldu? Hələ gəlmiş yox. Səni qaynanadan bir xəbər yoxdur. Ya cəhənnəmə yoxdur, nə istəyirsən, sənim. Sənim ölsün. Bankrot eləmiş məni, bankrot. Sən də get ya. Sakin. Bazara dön. Əyləş, sakin. Haş eləmə, əyləş. Səhv eləmirəmsə, bunlar sizin arvadlarınız, hə? Arvadlarımız Siz heç vaxt səhv eləmirsiniz. Düzdür. Cənab əmək müəllimi. Bəli. Biz heç vaxt səhv eləmirik. Deməli belə. Başlayaq. Bir anlığa hadisələri gözümüzün önünə getirir. Ha? Səlim, buyur, səndən başlayaq. Hadisələri əvvəldən axıracan necə olub danış. Səhər mən mağazindeydim. Siz gəldiniz ki, ailə haqqımı... Onu yox. Onu yox, ha. Sonra bir tane şirin şoku verdiniz ki, uşağın anasını... Dedim onu yox da, sonra. Yaxşı, sonra. Sonra Hamil geldi. Hamil geldi, bir tane mektup getirdi ki, ne bileyim reket gönderip kaynanamızı oğlayıblar, orada yazmıştı. 13. kabrin altına girip $10.000 pul koyar, yoksa kaynanamızı görmeyeceğiz. Ha, mektupta yazıldı. Mektubda yazıldı, ha?
Mektup. Hani? Ha? Mektup zatda. Hamiddə. Yo, məndə məktub yoxdur ki, mən sənin... Yox, səndə qaldı. Yox, sənin ciblərimə baxdı. Sakin. Davam elə. Sonra necə oldu? Sonra. Ha. Sonra dükkanı mənə sattırdılar $10.000. Aha. Dükkanı. Kim? Nazlı. Sonra kim? Nazlı da. Həmid mənim təkid edirdi. Hamid dedi ki, satsınız yaxşıdır, qaynanamızı bir təhər tutaraq, sonra fikirləşərik bir şeydən. Aydındır. Nə aydındır? Cənab polis. Nə aydındır? Bəli, nə aydındır sizə? O aydındır ki, xanım, sizin əriniz bu oyunu qurub ki, $10.000 əldə eləsin. Bəli. Bu məktubda siz nə danışırsınız? Əyləş. Mən nə danışdığımı yaxşı bilirəm. Əvvəlcə məktub yazırsınız, gətirirsiniz, sonra panika qaldırırsınız, sarırsınız. Sonra da 13-cü qəbrin altına o pulu güya aparırsınız. Orada da sizin dostunuz əynine kəfən giyir, o pulları oradan çırpıştırır, aradan çıxır. Belə çıxır ki, qaynanamın mən uğramışam. Belə çıxır yox, uğramışsınız. Əgər hadisə siz deyən kimidirsə, bəs onda mənim anam hanı? Onu xanım bacı, Həmiddən soruşmaq lazımdır. Deyən. Nazlı Gülə, sənin bu... deyən, belə çıxır ki, qaynanamın mən uğramışam. Bəli, sən və sənin dostun. Siz nə danışırsınız? Mən əmək müəllimiyəm. Əmək, Bəli. Çox təəssüf. Siz müəllim kimi şərəfli bir ada ləkə gətirirsiniz. Nə görə? Sizi çağırırlar. Bir dəqiqə. Həmid, qurban olum sənə. Bax, sən Allah o rəkətə zəng elə, cəhənnəm $10.000 onun olsun. Zəng elə də ki, anamı azad eləsinlər. Nazan, sən bunun dediklərinə inanırsan? Neyim bəs? Ay Səlim. Səlim, sən... Açı ben ne diyeyim ya, yaledir Salim ölsün. Həqiqət oxşuyur da. Hədə, oxşuyum da. Heç sizə sözüm yoxdur. Heç. Ayıb olsun sizin üçün. Bacı, sizə heç sözüm yoxdur. Bu sözlərinizə görə peşman olacaksınız siz bacı. Bilirsiniz? Səlim, ayıb deyil. Ben sağdan oturmuşam danışmana. Sana da Salim neylesin ha? Yaxşı, sen vurmadın, ben yıkılmadım. Qaynanam hani? Hani benim qaynanam? Nədir? Bir tikə ət tikiyə yoxa çıxsın. Elde bir yağmur oldu be. Cemaatin yüzüne nece bakacak ya? Qom qardaş diyecek ki küreken kaynanasını girop götürüp ki. Pul kazansın. Sözlərinize göre peşman olacaksınız siz. Niye peşman olun? Peşmansız olun. Səlim, ayıb deyil. Utanmırsan? El-alman birləşib mənim üstümə düşmüsünüz. Hə? Sen beş utanmışsan özün. Sen vermedin. Alemi birbirine karıştıran sen bana. Benim adam hanı? Yok görmedim. Ben apardım. Sakin. Ne kışkırırsın? Sesiniz bağıra gelir. Buraya bak. Cənab polis. Benim elime böhtan atmışsınız. Məhkəmədə cavab vereceksiniz bu böhtana göre. Benim məhkəmədə... Sakin. Hanım bacı. Onu istintak ard edecek. Bəli.
Bəli. İndi isə Həmid Vəkil oğlumu həbs edirəm. Selim. Ay Selim. Ne değil bu? Ha? Selim. Nasıl? Ne diyeyim bu? Həmidi hepsini besleyirler. Ay kız. Yaxşı. Tutaq ki, cənab polis. Siz deyəndən hamısı düzdür, hə? Bu Həmidin dostu var ha, 10.000 dollar aparan, əlinə kəfən deyən. 10.000 dollar aparandan sonra da mənim anamı azad eləmədi. Belki tələbələri olur. Sakin. Bəli. Alo, mənəm. Ha? Necə? Nə var? Ha, yaxşı. Yaxşı. Anamızı azad ediblər. Bırakın içeri. Çox sağ olun. Yaxşı ya. Reketler sizi incitmedi. Hareketler size salam gönder. Bana salam gönder. Gönderenler sağ olsun. Evet salam. Sizin gibi kökenler olanda haber aldım senden. O raketin özü. O ciro götürdü. Beş on mektup, dollar. Ben yazmışım mektubu, ben yazmışım. Sen yazmışsan. Ben dedim sana da bu oyundu da. Oyundu gururla. Size benim hiç daha sözüm yoktu. Anacığım, bu oyunlar kime lazım idi? Evlatlarıma. Oo. Bəli. Hatta bilirdi be. Hiçbir şeyini bilir. Hiç rahat hesabı yoktu. Kapımı açan yoktu ki. Girip parmaklık takmadı ömrüm kalır. Ay Tom, ay Tom. Hele ki kocaldın. Evlatlar sen saymadın. Bir şey gelir aklına. Yılkala. Sancılanmış. Uzun sözün kısası. Bu rahmetli kişide 5-10 manat cip xərcliyi kalmıştı. Bunlar dağda hep bak bir şey cigeri güden kimi kapının ağzını güdürler. Ha, gelirdiler gedirdiler bana 5 ver, 10 ver, 15 ver. Ben de daha açmışam da. Ha. Evet gördüler pul tutardı, bağda eriği vardı, salam melek vardı. Bağdan erik tutardı, salam melek tutardı. Ay başladı. Bu ne kızlarım, bu kürekenler yoka çıktılar. Bir millet bu takmada ben ölmüşəm, kalmışam. Ana, seni istemeseydiler, 10.000 doları sana göre vermezler. Cenab polis düz değil. Seni istemeseydik ben dükkanı satıp Aa. 10.000 dolar vermezdim. Ha? Ha. Bəs nə? Mənə göre yok, öz adlarına göre, özünüze göre, bəli, daha yaxşıdır da. Niye öyle deyirsən ya yana? Ayana, pulları bəs neynədir? Pulları apar koydum banka. Ha, banka. Banka müdürü dedi bana ki, ayda bir kere gelirse bunun faizini alarsa, kardeşler. Aa, Ben dedim, qaynana benimdir, ben belə də. Gelen kimi bir lo salmalıdır, saldı. Ay ana, bu senin ağlına hardan geldi? Hayatın qəribə oyunları var. Gərək qoşulasan oyuna sən də.
Hayatın öz qayda qanunları var. Tabi olmalısan istemesen de. Hayatın qəribə oyunları var. Gerek koşulasan oyuna sen de. Hayatın öz qayda qanunları var. Tabi olmalısan istemesen de. Hayat çok qəribədir. Ömürden günler gedir. Birini sevindirir, birini məyus edir. Hayat çok qəribədir. Ömürden günler gedir. Birini sevindirir, birini məyus edir. Yüreğim xarab oldu, ay Allah. Yaxşı da, yaxşı. Buna bak, bu boyda mağazını heç neçəyə satdırdın mənə ibliyə. Yaxşı, İbliyə Allah'tır məni, gördün Fikir eləmə, hər şey yaxşı olur. Amma yaxşı saxlayırlar. Düyü var Ne kadar sizdə. mal var ha. Hə. Neçəyədir düyü? 12500. Hə, bir dənə ver ondan mənə. O üstündə qırmızı xoruz şəkli olan. Ay, görüm ha, o xoruzdandır. Hə, bu yaxşı. Ha, xoruzdandır. Hə, yaxşı. Yüreğin şad olsun, xoruzdandır. Sən elə mamon məni xoruza yükələdi. Bu yaxşı. xoruzu görəndə elə bir Yaxşı. atam döyəni götürürəm bu xoruzu. Hə, bəsdir. Ha, toyuq da. O üstündə. Gəl görüm bir dənə də toğul ver. Maması toğul yeməsən bilmirəm nə olur. Yaxşısınlar, bax onlar yaxşı. O da halal. Ha, O da üstündə. Qismətə yazılıb ömrün hər günü. Ağlına güvənib yaşamalısan. Sənə tapşırılan tale yükünü. Sonacan çiynində daşımalısan. Qismətə yazılıb ömrün hər günü. Ağlına Sen çalış yine. güvənib Ümit Mehmet ya. Kurban olun, biter onu yoldan Arxayın ol, arxayın ol. Yaxşı. Lazım olsa et dalaqlaq. Hə, yaxşı, yaxşı, gəl. yaşamalısan. Hayat çok qəribədir. Ömürdən günlər gedir. Birini sevindirir, birini məyus edir. Hayat çok qəribədir. Ömürdən günlər gedir. Birini sevindirir, birini məyus edir. Hayat çok qəribədir. Ömürdən günlər gedir. Birini sevindirir, birini məyus edir. Hayat çok qəribədir. Ömürdən günlər gedir. Birini sevindirir, birini məyus edir. Küreken kül eker. Küreken kül eker. Küreken kül eker. Küreken kül eker. Anne, He. evdesən? Ha öyleyim ben harda olacağım. Əşi bu qapını niyə açıq qoymusan? Korkma oğlum gelmez ağa. Televizyon işləmir ki. Necəsən komşu damına gelirsin daha. Necəsən, yaxşısan? Ha burası Seni değil. yoruldum ha. Bu düyüdü, bu da süt. Ha. Bu da ətdir. Sen ne çekirsen ben de sen ne çekirsen lazım değil. Aa. Bugün safa gireceğim. Bankaya koyduğum pulun faizini alacağım. Hə. Git pazara gidecektim daha. Bir haftada gözüm bir şey mi alırım da. Heç zarafatından qalmırsan. Serafat sattı, gerçek sözümdə də deyirəm. Mən elə şeylərə inanmıram. İnanmıram. Niyə inanmırsan? Gəl daşı tökə təyindən, gedək. Heç yana gedən deyirəm çünki mən elə şeylərə inanmıram. Vəssalam. Niyə inanmırsan, niyə? Fəhlədən tutmuş, aliməcən, hamı inanır. Sən niyə inanmırsan, hə? Mən indi dərslərimi qoyum, əmək dərsini durursan. Ay balam. Qaynanondan faiz almağa gəlmişsən. Ha bildim ki ya. Ben görmüyoruz ya. Buna bax.
Salam. Gelmişsiniz benim. Kesin oyna. Kaynanızdan faiz almak istiyorsunuz. Alabilir miyiz? Sen bizden qabağa düşmüsən. Ya bakınca baba ben el olmakta. Anacan. Anacan. Səlim. Səlim düşkən istəyir. Dedi mənə bazarlıq mənə baha oturacaq. Niyə elə deyirsən ey ana? Bax, bundan sonra hər həftə sənə baş çəkəcəyəm. Səlim deymədir ha. Səlimin sözü nədir? Baxı, quyruğu qapı arasındadır. Hələ ki, ayaqlı quyruğu çıxdı, qapının arasında. Heç talan da verməyəcək. Niyə elə deyirsən ay ana? Səlim yazıq Səlimi, vez Bakıda biabır eləmisən. İstanbul'u yakışlanmadı ağa. Küreken, küreker. Küreken, küreker. Küreken, küreker. Ay Səlim, deyirəm, Ha. inanmır. Neye inanmır Sən də getməlisən. Mahara gitməliyim. Məşdağıya çıldağı. Çıldağa? Benim çıldağda ne işim var? Erin geçsin de çıldağa 7 yaşı var. Şey yaxınlar görüm. Bunu istəyirdin düşey bunun dilinə. Siz elə hər şey lağa qoyursunuz. Lağa qoyursuz, lağa Getmək qoyursuz. lazımdır. Lağa. Zatdır, özdə biz qorxmamışıq. Düzdür. Mən şəxsən qorxmam. Onu düzdür, korkup eləmir. Evet. Amma daşı götürüb ölünün təpəsinə vurmaq istəyirdi. Mən qoymadım. Yoxsa qalmışdın anasız. Həm sən ölünü görmüsən, qorxmamısan. Ama kişi zatda ölüb be ya. Kişi zatda ölmür ya. Mən dəli olardım qorxudan. Daha yox, sən daha özünü mənlə bir eləmə də. Düzdür, qəhrəmandır da. Kör oğlu da, kör oğlu. Maşallah. Körün oğlu. Gözdə gətirər. Gözləyər sənə həm. Gözləyər. Mənə bax, bir qonaqlıq səndə. Qonaqlıq? Qonaqlıq, mən həmişə hazır qonaq. Maaş alanda. O qaldı əncil deyənəm. Ayme, Ay can. verirsən kidişkanı. Bunu vermirəm. Neyi gözləyirsən? Doğrudan nədir bu, nə gözlüsün? Arvad ağanı göndərmişəm kəşfiyyata. Getsin anası ilə danışsın. Kitabçanı alsın, getirsin də. Sən alsın, pulun mənə çatmasa öldəmi? Allah. Diyan, bacanaq, deyirsən qaynana kitabçanı verər. Nöş vermir ha, mənim pulum deyil, verər. Elə arvad deyil, verər. Bilirsən, deyələ bilmirəm. Hər gün keçirəm tükanın qabağından, həsrətlə baxıram tükanıma. Yazıq. Deyirəm, ay Allah, mən bunu niyə satdım axı? Sən satdın. Niyə satdı baxın mən bunu? İndi ağzımın sulu axan dayanmışam. Bilirsən, nə alır gedir orada? Yox, mən belə yaşayan mən. Baxın. Nə oldu? Anam deyir ki, özü gəlib aparsın. Arada, mən dedim də. Mən dedim, bu qaynana axırda məni bir zibilə salacaq da, axırı salacaq mən. Zarafat Mən bildim də. Ürəyi gəldi yerlə. Qaynana mənimdir, mən bilirəm. Kəramətinə belə də. Bəli. Pulları bankdan götürdün ha. 500 dollar verərsə mən. Nə? Apa verərəm anama da dolancağı yoxdur yazsın. Bir köpük də verən deyirəm. O məni bu günə qoyub nə danışam, ona pul verim, verib eləyən deyirəm. Bir yerdə danışmışam. Bir köpük də verən deyirəm. Salam aleyküm. Al deyə gəlmişəm, Allah. Xeyr ola, hə? Xeyirdir da inşallah. Gedirəm pullarımı almağa. Ha, budur. Amma bütün şəhər qaynananızın üstün başınızı açdığı oyundan danışır. Nə danışsan? Üzr istəyirəm, bir dəqiqə deyən. Sizdən də danışırlar. Bəli, cənab polis. Üzr istəyirəm bir dəqiqə ya. Sizdən. Bizdən? Bəli. Bizdən niyə danışırlar ki? Sabahki qəzetləri oxuyarsan. Baş tutmayan qaynana əməliyyatı. Səlim, sən öləsən. Sənə görə bu əmək müəlliminə hörmət edirəm. Mən qəzet oxuyuram, mən nə bilim, mən nə işləyirsən? Xoş gördük, köhnə dostlar. Sən öləsən, bunu görəndə məni qaşınma tuturdu Allah. Amma nə xəbər? Xəbərdən çox xəbər. Niyə Nə gəlmə? Qaynana səhv etmirəmsə. Pulları qoyub Əhməd Bangə. Əhməd Bangə, bu de, gedirəm almağa.
Əhməd Bankə. Tələsmə. Əhməd Bank bankrot olub. Əhməd bəy də qaçıb xaricə. Yani ne dersin? Necə bankrotu? Ama benim orada pullarım var da. Qaynana məni zibilə saldı. Zibilə. Nə getdirə? Qurban olum öz ağlıma. Axmağam ki, pulları qoyum Əhməd Bankə. Ay Səlim, ay Səlim, özünü ələ al, ay Səlim. Boşayacağım, boşayacağım. Mənə sənin kimi arvad lazım deyil. Arvad neyləsin, Tutardı, sizin nəsillə tutardım. Səlim. Yaxşı deyil. Sənə yaraşmaz bacana. Əkil o yana, səninlə də tutardım. Sən bugündən oldun mənim ex bacanaq. Bacanaq. Aşağıma gəlib kişinin. Gələr də, görün qaynana məni nə günə qoydu. Yaxşı deyiblər, qaynana yıxmayan evi heç fələk də yıxmaz. Vay benim halıma dönüp Sən hara qaçırsan? O da. Sənin də pulların batır. Doğrudan ha.